Vahid Çəmənli poeziyasından bir neçə şeir səsləndirib sizin nəzərinizə çatdırmaq istəyirəm. Vahid Çəmənli bizim dəyərli və sevimli şairimizdir. Həm Sazlı Sözlü Vokal Ədəb Məclisinin, həm də Sara Aşıq Ədəb Məclisinin fəal üzvüdür. Gözəl şeirlərin müəllifidir. Özü kimi şeirlər də çox gözəl və ürəyə yatamlıdır. Vahid Çəmənli Xəbərin Olsun şeirində belə yazır. Mən sənin adına şeir yazmışam, bir deyil, 5 deyil, xəbərin olsun. Gili yazmamışam, xeyir yazmışam, təzə vərdiş deyil, xəbərin olsun. Günüm ortasından yarılır hər gün, ömür saat qırılır hər gün, gözlərim yol çəkir, yorulur hər gün, bu asan iş deyil, xəbərin olsun. Qalıb söz altında əzilir nəsə, daralır, dartılır, nəzilir nəsə, ara bir üzümə süzülür nəsə, amma gülüş deyil, xəbərin olsun. Amma gülüş deyil, xəbərin olsun. Dəyərli şairimizin bir dənə şeirini də səsləndirmək istəyirəm. Xətirimə adlı şeiridir, gözəl, doğru şeirdir. Onu da sizin nəzərinizə çatdırıram. Deyir, sözdən qeyri nəyimiz var dünyada? Soruşursan, söz mü deyib xətirimə? Söz yerinə daş vurasam ağrımaz, dildən çıxan az mı deyib xətirimə? Sözün şahı sözü verir düz ələ, söz əyəni sanma asan düzələ, bircə anda yer yaranıb söz ilə. Səncə mənim tez mi deyib xətirimə? Mən vahidəm, salma məni gümana, söz gətirər imansızı imana, bağlamıram sözlərini yamana, amma söylə, düzmü deyib xətirimə? Amma söylə, düzmü deyib xətirimə? Çox sağ ol Vahid müəllim, sizə can sağlığından uzun ömür və yaradıcılıq uğurları arzulayıram. Allah sizi qorusun.